Məsəl üçün, mən 2006-da dedilər, primadonnadan xeyir-dua almışsınız, bilmirəm hansı jurnalist dedi, konsert üçün. Mən dedim ki, İlhamiyə Quliyeva, primadonna yox. Özünə zəng vurdum, o söz dedim. Siz o davanı yadınıza salın, İlhamiyə xanım mənim haqqımda danışmadı, çıxmadı efirə. Çünki ona telefonla zəng vuruşu demişdim ki, mən istəmirəm, mən sizə heç vaxt primadonna, privagemen rəhmətlik deməyəcəm. Dedi ki, demə. Dedim, mən onu jurnalistlərə demişəm, xəbəriniz olsun. Bir də mən ona açıq danışırdım, pərdə arxası da bizim açıq söhbətlərimiz oldu. Bu münasibətdə Flora xanım başladı mənə daha çox zəng vurmaq, daha çox çağırmaq, nə bilim, məncə səy vaxtlarımdır, mən nə bilim. İndi biraz bunları tanımaya başlamışam da. Doçinka, yaxşı. Akası bu yaxınlıq eləmək istədi bu birsinə görə. Sonra gördük bu birisi efirdə mənə tərifləyir, konsertə gəlib. O ilə də olduq düşmə. Nə bilim, Allah uzun ömür verib ağlı əlimdən alacaqsa, mənə qısa ömür versin. Ağıllı çıxım gedim bu dünyada.